Mambala deyirlər aparacaq səni. Necə olur olsun aparacaq. O gedib o duz səpmək, o buğda səpmək nə üçündür ki? Bilirsən, ürəyimi onunla bir təsəlli tapıram. Ürəyimi təsəlli tapıram. Ki, gəldim torpağı gördüm. Neçə ildir gedmirsən mi Qasım kəndə? Neçə ildir? Başlı bir 20 ilə yaxındır gelmirəm. Ha, maşallah. Ya, getmək lazım. Bir dəfə getmişəm. O da qardaşım ki, rəhmətə getmişdi. Allah rəhmət eləsin. O kənddə qalırdı. Demək, burada 40 zadı çıxdı. Dedim ki, gəlin gedək orada. Həl-hazır orada məsələn adamlar var. Qaçqınlar var, bizim yerli cəmaət var. Gedib bir dənə cümə axşamı verək orada onun üçün. Getdik cümə axşamı verdik onun üçün. Hələ o gəlməklə gəldi. Allah qəbul etsin, Allah rəhmət eləsin. 20 il var. Burası o duzu, o buğdanı, o şamı yandırırsan, bilirsən ki, nöçü yandırırsan. Buğda da səpirəm ki, yəni ki, ruhları şad olsun. Şad olsun, Allah rəhmət eləsin. Ora getdin, çerez yarımca gedib düşdün Əngalanla əmmizlər, Qasım kəndəcə gedib gezib gəlmək lazımdır. Sonra bizim o Amil Xəlili var, o gedir, gəzir. O Əngalanı güya, yalandan deyirlər, güya Əngalanın Elmlər Akademiyası o torpağı alıb. Bu Elmlər Akademiyası bu torpağı ki alıb o, orada nə misası inkişaf eləyir, heç bir şey. Yalandan deyə. Bu bilirsən nədir? Şururlar. Deyir ki, nətər bir məsəl var, deyir ki, ac qulaq, yox, ac qarnım, nə ac qulağım, nə belə bir şey. İcra hakimiyyətidir. O torpaq şöbəsinin müdürüdür, bir də bələdiyyə. Yəni özünü cəncəlliyə salmamaq üçün yalandan kim gedir kəndə, üstür gedən var, deyir, yox, gəlməklə bu torpaqları alıblar. Sabah getsə deyəcək ki, işıq çək, yol çək, su çək. Hələ onun dərdinə başına eləyir ki, bu torpaqları alıblar, yalandan. Ay, sağ ol. Getmək lazım, ata-baba torpağıdır. Ancaq bu şey var, Qobustan var ha. Qobustan, yəni ki, əvvəl Mərəzə idi də. Mərəzədir, sonra bu Lənkəran. Bir dənə evə əl vurmayıblar ha, bir dənə evə əl vurmayıblar. Qapısı, yorğan döşəyi, kəsəsi, nəlbəkisi, hamısı evin içində. Ancaq bizimkilərin hamısını söküb dağıtdılar. Naxaq. Hamısını sökdülər. Onlar bir dənəsini əl vurmur. Onların torpaqları, bir də keçən həftə şeyini göstərirlər, Qobustanın kəndini, Ərəb Şəlbaş kəndini. Şururlar, yerlər var orada, yerlər var orada. Səni inandırım ki, elə bilsən ki, cənnət o üçün ucurulmadı. Azı bir tərəflər ya. Elə ki, bu şeylə ki, çıxırsan, Kiləcədən ki, ayrıldın, Xızıya tərəf gedirsən. Adam baxır o dağlara, istəmir ki, dağlara baxsın, gözünü yumsun keçsin. Boz dağlardır, nə meşəsi, nə bir otu var, nə bir şey yoxdur. Baxmışsan da fikir. Hələ. Bir dənə orada. Bilməm, görməmiş olmazsan. O ki, Kiləcədən ki, gedirsən, o bir dənə kənd var, Təzə kənd deyirlər. Təzə kənd, bizim... Bir dənə bina tikiblər orada. Qonşumuzdur. Görmüsən onu? Bizim öz yatağımızdır ora. Bizim yatağımızdır ora. Yox, gedəndə yolun sağında... Hələ. Bu Gülabası evi kimi bir dənə ev tikiblər. Bizim evimiz oradadır elə. Yatağımız, evimiz orada. O bizim qonşumuz Rövşən var, rəhmətlik Mürsəl əminin nəvəsidir. Bəxtiyar kişi eşitmirsən? Bəxtiyar, hə. Bəxtiyar kişinin nəticəsinin evi də ora. Nəticəsində? Nəvələrinin də belə deyək. Nəvələri onun Məcdi-Qaranlıda işləyirdi. Şoför işləyirdilər. 2 qardaş. Atları nə idi? Atları yadımdan çıxır. Amma indi orada məsəl üçün onların nəvələridir. Bəxtiyar kişinin nəvələridir. O evləri tikən. Görürsən, ata yurdunu
qədrini bildi onu. Hələ. O orada kim gedib yaşayar? Heç kim. Düz vaxtdan. Bəli. Heç kim yaşayır. Nə bulağı var, nə dağı var, nə meşəsi var, nə düzənliyi. Bir dənə balaca təpənin üstündə o boyda xərc-xəracət qoyub o cür məsəl üçün 2 mərtəbədir, 3 mərtəbədir tikib. Hələ. Hə. Sən deyirsən ki, o çörəyi, duzu necə? Görsən, ata yurdu şirin olur. Düz vaxtdan. Bəli. Hə. Allah sənin köməyin olsun Əmican. İnşallah bu yay gedərik ora. Allah qoysun. Hə, elə təzə kəndə gedərik. Oradan çıxarıq Qasım kənd, Əmzlər, Qasım kənd. Nə Qərsə, Yarımcaya. İnşallah bu yay Allah qoysun, Allah qoysun. gedərik. Hələ deyir ki, cip maşın var götürəcəm səni. Ancaq şey də gedər ora, Jiguli də gedər. Hər gedər. 06, 07-də gedər. Bu da oğlumun maşını. Hə, gedər, rahat. Sonra da Şahının oğlu var. Bununki biraz çətin. Deyir mənə maşın götürərəm mən. Hə, problem yoxdur, hə, gedəcək. Allah sənin köməyin olsun. Ancaq mənim balam babaya bağışlayın ki, bir şey olmadı. Hə, Allah sürəci bol eləsin. Çay bəs edir, Allah bərəkət versin. Utanmıram ki. Eləyərəm, elam necə olmasa eləyərəm. Ancaq biraz vaxt gedər. Allah sənin köməyin olsun, əmi, çox sağ ol. Hə.